Çınar xanım, deməli söhbət bundadır. Mən dəfələrlə yenə deyirəm, bütün efirlərdə, bax sizin də studiyada dəfələrlə demişəm, məni heç vaxt Ermənistan tərəfinin, Ermənistan rəhbərliyinin nə dediyi maraqlandırmıyor heç vaxt. Bilirsiniz niyə? Çünki bilirəm ki, Ermənistan çox şey deyə bilər, Paşinyan. Bunlar heç nə həll eləmir. Həll eləyənlər həmişə tarixən belə olub. Ya Rusiya olub, şimal qonşumuz, ya Avropa qərb olub. İlk erməni dövlətinin yaradılmasının tarixinə baxaq da. Bunu o vaxtı Paris Sülh Konfransında Ali Şura, Amerika Birləşmiş Ştatlarının o vaxtki demokrat prezidenti Woodrow Wilson kəndirbazlığı ilə Böyük Britaniya, Fransa, İtaliya, bir də Yaponiya, Ali Şura. Bunlar yaratdılar Ermənistan dövlətini. Rusiya onda iştirak eləməyib burada. İndi bizdə bəzən çox var ki, Rusiya dövlət yaratmayıb burada. Amma tarixən onlara Rusiya bizim Zəngəzuru verib. Amma görün nə baş verir. Niyə bu oyunlar başladı? Rus imperiyası dağılmışdı. Deməli, ondan sonra nə baş verdi? Ermənilərdə daşnaqlar gəldi hakimiyyətə Arras Respublikasında. Sözsüz ki, bunlar Rusiyaya, Moskva başladılar, üzr istəyirəm, buynuz göstərməyə. Və bunun qarşılığında Avropada əsasən Fransa və Böyük Britaniya Ermənistanın uzun müddət silahla, pulla, belə deyək də, təmin elədilər Türkiyəyə qarşı, Türkiyə Respublikasına qarşı. Türkiyə cavan ölkə idi, belə deyək, Respublika kimi. İlk birinci Dünya müharibəsindən böyük ikilərlə, ağır ikilərlə çıxmışdı. Niyə? Bax, onda Mustafa Kemal Atatürk Lenindən pərdə arxası danışıqlara gedəndən sonra bu məsələni həll elədi. Moskvanın fikri nə idi? Türkiyə canı yanmırdı. Orada Sovet ölkəsi qurulsun, Sovet quruluşu yaratsın da, Sovet rejimi yaratsın. Görün, indi sonra nə baş verdi? Sovet rejimini yaradan kimi başladı artıq Rusiya ermənilərə yaxşı havadarlıq eləyib, götürüldü bizim Zəngəzuru kəsdilər, verdilər, aldılar, verdilər. Yəni, bilirsiniz necədir? Rusiya, bax, indi Rusiya ilə Ermənistanın yaxınlaşması bu artıq məni narahat edir. Çünki niyə? Və Üzeyir bəy də qeyd elədi, haqlı qeyd elədi. Çox haqlı qeyd elədi. Nə dər Qərbdə və Avropada, elə Amerikada, Avropada, eləcə də Rusiyanın özündə hətta onlardan da daha çox ermənipərəst qüvvələr var. Və bunlar hamısı bu dəqiqə məqam gözləyirlər onlar. Çünki mən onu bəzi şeylərdə gördüm, təsadüfən məsələn, indi bu iki dəfə adını da çəkmişəm bir neçə dəfə. Onların bəzi ekspertlər var, bütün günü, gecə, gündüz oturub nə danışırlar. Yeri gəldi, gəlmədi, Türkiyə Cənubi Qafqazda güclərini buna imkan vermək olmaz. Bir dəfə hələ birine götürdüm, yazdım ki, siz görün, nə qədər qalıbsınız, sizin beyniniz hansı əsrdə qalıbdır. Ermənistan sizin başınıza bu oyunları gətirir, yapışıbsınız Türkiyə. Türkiyə nə var ki orada? Əksinə özü görün hansı məqamda? Rusiyanın bu dəqiqə Türkiyə ilə indinin özündə baxmayaraq Amerika ilə münasibətlərdə Türkiyə bilirsiniz nə qədər ihtiyacı var Rusiyanın? Bax, məsələ bundadır. Bu baxımdan bu məni narahat edir. Və Türkiyə, mən qorxuram ki, yox, daha çox buna da əminəm hətta ki, Rusiyada müəyyən qüvvələr indi başlayacaqlar yenə belə deyək də, valın o birisi üzünü çevirib 100 il bundan qabaqki oyunlara başlasınlar.